Salam aleyküm əziz dostlar. Bu Echo Baku layihəsinin növbəti verilişidir və bugün format bir qədər qeyri-adi olacaq. Bu daha çox müsahibə janrında olmayacaq. Bu bir debatlar janrında olacaq və bugün biz Açıq Azərbaycan təşəbbüsünün təşkiçisi Zöhra bəy İsmayılova danışacağıq. Zöhra bəy, salam aleyküm. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Demək, bu yaxınlarda Zöhra bəyin bir çıxışı olmuşdu. Avropa Birliyi Avropaya gələn neft kəmərlərində yoxlanışa başlayacaq və gələn neftin, Azərbaycandan gələn neftin, Türkiyədən gələn neftin mənbəyi öyrənəcək ki, bunun Rusiya ilə bağlılığı var ya yoxdur. Bununla bağlı danışacaq və ikinci məsələ də olacaq. Bu yaxınlarda mənbələr, hökumətə yaxın olan mənbələrdən birinin çıxışı oldu və sosial şəbəkələrdə, sosiumun daxilində bu məsələ müzakirə olunur. Azərbaycanın MDB-dən çıxması məsələsi. Zöhra bəy, ilk öncə mümkündürsə bu boru məsələsi ilə bağlı bir qədər ətraflı danışın, suallar var idi sizə. Bu deməli Avropa Parlamenti və e, Avropa Birliyinin Şurası yanvarın 26-sında bu deməli regulyasiyanı təsdiqlədilər ki, e, Rusiya neftinin 2027-ci ilin yanvarın 1-nə kimi Avropa Birliyi ərazisinə məhdudlaşdırılması və onun mərhələ-mərhələ deməli buna nail olmaq, bu söhbət bu tənzimləmədən gedir. Orada bir xüsusi bənd var. O bənd Azərbaycanla və Türkiyə aiddir və orada qeyd olunur ki, Azərbaycan və Türkiyə Avropa Birliyinin ərazisinə o daxil olan onların ərazisindən, yəni onların təchizatından bu təbii qazın mənbəyini göstərməlidir və mənbəyini sübut eləməlidir ki, bu Rusiya aid deyil. Yəni burada bilirsiniz, Rusiyada demək Türkiyə ərazisindən də qaz gedir, amma bu Rusiya qazıdır və bu əslində Türkiyə ərazisinə gedir. Amma burada da bir bununla bağlı deməli manipulyasiyalar var və söhbətlər var ki, bu da müəyyən bu qazın da müəyyən bir hissəsi sonradan yəni bu Azərbaycanla sövdələşmə içində Avropa Birliyinə deməli gedir. Eyni zamanda əvvəlki illərdə də Azərbaycan qazının, o cümlədən Azərbaycan neftinin daxilində Rusiya nefti və Rusiya qazının Avropa Birliyinə Azərbaycan qazı adı altında, Azərbaycan nefti adı altında ixracı ilə bağlı məlumatlar var idi. Ona görə də bax bu məsələ deməli gündəliyə gəlibdir və burada yoxlama aparılacaq. O cümlədən o həmən ölkələrə deməli şərait yaradılacaq, imkan veriləcək ki, onlar daha dəqiq bunu yoxlasınlar və dəqiqləşdirsinlər. Yəni bu belə deyək də, bu uzun müddət idi ki, belə bir söhbətlər var idi, mediaya sızırdı. O cümlədən bilirsiniz ki, bu SOCAR-ın bir keçmiş işçisi də həbs olundu sentyabrda və dedilər ki, bəs bu da güya nefti qarışdırırmış belə filan. Amma təbii ki, Adnan, Avropalılar da Adnan adında bir adam idi diyorsun. bəli, bəli, Ha. söhbət ondan gedir ki, həmən bu adam, amma hamı gözəl bilir ki, o bir şəxs, bir məmur, xüsusən də SOCAR-da artıq heç bir vəzifə tutmayan bir adam bu məsələləri həll edə bilməz də. Bu yəqin ki, daha yüksək səviyyədə həll olunmuş məsələdir. Həm də burada bilirsiniz, burada həm də Rusiya nefti hələ də deməli indi
hələ də deyirəm, amma indi dəqiqləşdirmək lazımdır. Çünki ABŞ-ın son sanksiyalarından sonra, bu dekabr ayından sonra bu davam edib yoxsa yox. Ə, Söhbət bu Lukoylun təchiz elədiyi, neftlə təchiz elədiyi Star zavodundan gedir də Türkiyədəki. Hansı ki onun tələbatının 50%-ni Lukoyl təchiz eləyirdi. Sadəcə olaraq o indi son məlumatlar hələ ki dərc olunmayıb da, bilmirik ki dekabr ayında bu davam edib yoxsa, amma noyabr ayının sonuna kimi davam edib. Okey. Ama Rusya neftinin alınmağı hələ də Avropada davam edir. Macaristan alır və Amerikalıların qoyduğu sanksiyalar Macaristanı güləşdirdi bir illik. Yəni 26-cı il dövründə Macaristan bu nefti alacaq. Bəli, bu həmən Drujba hansı ki Kəməri. kəməridir, Ukrayna ərazisindən keçən. Burada Macaristan və Slovakiya bu deməli bu imkandan faydalanırlar. Amma belə bir başqa ölkələr də var. Yəni ki, onlar da yavaş-yavaş bundan vaz keçirlər. Nə bilim, bəzi ölkələr var ki, maye qaz alırdılar, bəziləri var idi ki, məhdud deməli həcmdə neft alırdı və s. Amma bütövlükdə Avropa Birliyinə belə deyək də o tarixi minimuma düşübdür hazırda. Həm Rusiyada neft idxalı, həm də təbii qaz idxalı. Yəni ki, bu dəqiqə Avropa Birliyinin əsas təbii qaz idxalı şimaldan gəlir. Norveç, Şimal dənizi, yəni o cümlədən ABŞ əgər xarici aktorlardan gedirsə söhbət və Qatar, Qatardan idxal olunur. Təbii ki, başqa kəmərlər də var, müəyyən partiyalar Şimali Afrikadan və s. Amma əsas son illər elə bir ki, Rusiyanın qazından imtina etdikdən sonra Qatar və ABŞ qazı onu əvəzləməyə başlayıb. İnformasiya var idi tek Fransa hakkında. İndi yoxladım. Tekçe iyul ayında Macaristan, Fransa, Slovakiya, Belçika və İspanya Rusiyaya neft və qazla bağlı 1 milyarddan çox ödəyiblər. Tekçe iyul ayında. Onun çox hissəsi elə Macaristan və Slovakiyanın payına düşür. Yəni həm coğrafi cəhətdən İspaniya, Fransa, amma indi artıq İspaniyada artıq dayandırmaqla bağlı belə deyək də o çağırılışlara onlara artıq razılığını veribdir. Fransa və İspaniyanın aldığı da böyük həcmlərdən söhbət getmir. Yəni bu məsələ prinsipcə həll olunubdur. Amma 240 milyon bu çox üzr istəyirəm Fransa ödəyib. O 1 bəli, milyardan 200 deyirəm də daha çox hissəsini Slovakiya və Macaristan. Çünki ora neft kəməri var. Neft kəməri var. O kəmərdə o kəmərin də belə deyək də müddəti var hələ. O kəmərlə də bağlı necə ki, məsələn, qaz da keçirdi Ukraynanın ərazisindən. Onun müddəti bitdi və Ukrayna onu bağladı. Müqaviləni uzatmadı. Amma neftlə bağlı bu müqavilə hələ qüvvədədir, amma bunun da dayandırılması ilə bağlı yəni məsələ gündəmdədir. Rusiya əslində çox böyük bir bazarı itiribdir. İndi bu vəziyyətdən təbii ki, faydalanmaq istəyən ölkələr var. O cümlədən məsələn çox təəssüf ki, Azərbaycan. Bilirsiniz ki, Azərbaycan hələ daha əvvəl hətta
belə deyək, Ukrayna ilə danışıqlar aparırdılar. Slovakiya deyirdi ki, biz Azərbaycan qazı ala bilərik. Macarıstan deyirdi ki, biz Azərbaycan qazı. Elə bir ki, e, güya Azərbaycan Rusiya qazını alacaqdı və sonra o həmən elə eyni kəmərlə onu Avropa Birliyinin bu ölkələrinə yola salacaqdı. Yəni e, bu bununla bağlı çox belə deyək, müzakirələr, manipulyasiyalar davam elədi. Amma sonra təbii ki, Ukraynada bu işləri bilən adamlar var. Onlar ekspertlər, yəni mütəxəssislər, onlar deyirlər ki, Azərbaycanın belə bir imkanı yoxdur ki, Rusiya ərazisi ilə qaz nəql edəsin. Bu yalnız Rusiya qazının üzərinə Azərbaycan möhrü vurmaqla Avropa Birliyinə göndərmək olar və bu təbii ki, Ukraynada buna yol verə bilməzdi. Yəni ki, həm də Avropa Birliyinin özü də buna yol verə bilməzdi. Çünki burada söhbət Rusiyanı həmən bu bazarlardan e, məhrum etməkdən gedir söhbət. Çünki eyni zamanda bir tərəfdən Ukraynaya yardım edib, o bir tərəfdən də Rusiyanın ə, müharibəsini maliyyələşdirmək olardı, onun neftini, qazını almaq. Ona görə də belə deyək də bu film bitir. Yəni bu il ərzində bu tamamilə buna nöqtə qoyulacaq. Zara bir neçə suallar var idi. Birincisi, neftin və qazın yəqin ki çox çətin olar. Amma neftin mənbəyini müəyyənləmək olur bu hara neftidir? Əlbəttə olur. Deməli, Qazın ki olmur, mən bilirəm. ə, yox, neftin mənbəyini müəyyən etmək olur. Neft elə bir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri var. Aha, Və o boru kəmərləri, bu kəmər vasitəsilə bu neft gedir. Təbii ki, aha, Türkiyə kimi gedib çıxır bu. aha. Amma sonrakı mərhələlərdə sən neft satırsan və bilirsən ki, Azəri e, Yo, onu bilirəm. Azəri O benzin Az, olandan sonra. yox, Azəri Light. Azəri Aha, Light Azərbaycan neftinin markasıdır. aha, Bu, bəli. bu marka bahalı neftdir. Aha. Hətta Brent markalı neftdən də bahadır. Yüngül neft. Və buna görə də və bunu alanlar e, biz onlara bunun əvəzinə Rusiya nefti sata bilmərik və iyul ayında gördün ki, bu e, aydın oldu ki, bu İtaliyada, sonra Aha. bəzi başqa Rumuniyada və sair Çirkli neft neft, söhbəti. bəli, neftarma zavodları aşkar elədi ki, burada Rusiya nefti var. Yəni bunun Aha. tərkibində o müəyyən maddələr var ki, həmən maddələr Rusiya neftinə məxsus neftdir. Ona görə o hər bir neft partiyası lap gedir məsələn tankerlə və s. O yükləmə məntəqəsində o tədqiq olunur. Ondan bir Onu nümunə bilirəm. götürülür. Tutaq ki, bizim nəsə yaxşı neft sayılır şimdi dünyada. Ən pis neft də Venezuela nefti sayılır. Orada bitumdur artıq neft. Bəli. Rusiya nefti Benzin də ağır olandan neftdir. sonra Urals bunun mənbəyini müəyyənləmək olur. olur, bəli, olur və bunu təbii ki, bunu qarışdırmaq və s. Yəni elə bu keçən il bu məhz Azərbaycan neftinə qarışıb göndərilmişdi Avropa Birliyi ərazisinə və bu sonradan bunun üstü açıldı və bunun nəticəsində də hətta Azərbaycan neftinin də bir neçə partiyası çox ucuz qiymətə satıldı. Çünki o etibar müəyyən dərəcədə, o Bitmişdir. müəyyən dövrdə etibar da itdi və e, Azərbaycan da anladı ki, buna yol vermək olmaz. Amma buna baxmayaraq, Azərbaycan sentyabr ayından Rusiya neftini ixal eləməyi bərpa eləyib. Keçən ilin sentyabr ayında. Və bu oktyabr ayında ümumiyyətlə çox böyük həcmdə bu ixal davam edib. Hardasa söhbət 190 milyon dollarlıq bir ayın içində 195 milyon dollarlıq Rusiya nefti ixal olunubdur. Və noyabrda da bu davam edib. İndi e, indi bu
Biz bilmirik burada nə baş verir. Sonra Azərbaycan o nefti nə edir? İndi Azərbaycan hökuməti deyir ki, deyə bilər ki, amma heç bunu biz eşitməmişik ki, bəs biz daxili ehtiyacımız üçün bundan istifadə edirik, özümüzünkünü də xaricə satırıq filan. Ancaq məsələn bu biraz inandırıcı deyil. Xüsusən də bax o oktyabr ayında o böyük həcmdə neftin alınması və e, noyabrda bunun davam eləməsi, indi dekabr ayının rəqəmləri çıxmayıb. Hı. Statistika məlumatları ki, biz orada baxaq ki, bu e, Rusiyadan neft idxalı yenə olub, olmayıb. Çünki amma dekabrın əvvəlindən bu sanksiyalar qüvvəyə mindi. İndi ola bilsin ki, buna görə bəlkə dayanarlar. Amma onu da biz görəcəyik. Yəni açıq-aşkar görünür ki, Azərbaycan rəhbərliyi, SOCAR bu Rusiyanın bu ucuz neftindən faydalanmaq istəyirlər. Buradan pul qazanmaq istəyirlər. İndi e, mən düşünmürəm ki, dövlətimiz bundan çox böyük pullar qazanır. Bu amma yaxşı ssenaridir. Hələ belə deyək də, müqayisədə bu yaxşı ssenaridir. Pis ssenari odur ki, Azərbaycan rəhbərliyinin hansı bir öhdəliyi var. Ki, məsələn, Rusiya tərəfi buna onu belə deyək də məcbur edir. Deyir ki, müəyyən qədər bizim neftimizi almalısınız. Yəni bu da pis ssenaridir. Əgər bu belədirsə, bu daha pis. Zira bu əsas sualı keçməmişdən qala bir sual vermək istəyirdim. Biz artıq görürük ki, Avropa ölkələri özləri alırlar bu nefti və qazı. Biz hətta neft kənarı başqa bir səbəblər görürük. Tutaq ki, Estoniyanın Xarici İşlər Naziri deyir ki, biz səhvə yol verdik Rusiyaya da belə sərt mövqe ortaya qoymaqla. Almaniyanın kansleri deyir ki, artıq Rusiya ilə münasibətləri bir qədər yenidən baxmaq lazımdır. Makron artıq Fransanın prezidenti öz nümayəndəsi Moskvaya göndərib, danışıqlar artıq Moskvadadır. Əgər Avropalılar Rusiyaya qarşı belə mövqe qoyurlarsa ortaya, bizə nə düşüb? Kobud desək. Ə, Deməli, burada belə deyək də, burada fərqli ə, məsələlərdən gedir də söhbət. Məsələn, Fransa, bəli, Avropa Birliyi ölkələri Rusiya ilə danışmaq istəyirlər. Çünki ə, o biri tərəfdə Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır və bu o xeyli şübhəli məqamlarla doludur o danışıqlar. Orada e, və Avropa Birliyi də istəyir ki, burada özü bir e, güc mərkəzi kimi, aktor kimi bu məsələyə girsin. Çünki bu daha çox Avropanın məsələsidir. Bu Rusiyanın Ukraynaya hücumu. Amma burada söhbət Rusiyadan e, yenidən onlarla ticarət eləməkdən, onların neftini almaqdan və s. getmir söhbət. Bu Avropa Birliyi səviyyəsində bu qərar qəbul olunubdur və bu proses də yəni təsdiqlənib. Bütün ölkələr bu məsələn Macarıstan və s. bəzi məsələlərə veto qoyur, nə bilim. Amma bu məsələ bitib artıq. Bu məsələ bitib və Rusiyanın nə vaxtsa müharibə bitər və s. ondan sonra ortaya gələ bilər ki, Rusiya ilə iqtisadi münasibətlər necə olacaq və s. Yəni bəzi ölkələr var ki, onlar Rusiya ilə ticarət aparır. Deyir ki, bu mənim maraqlarıma uyğundur. Məsələn, tutaq ki, Hindistan və s. Amma Hindistan da indi söz verib ki, Hindistan da Trumpa söz dayandıracaq. veriblər. Hə. Amma söhbət ondan gedir ki, ə, Azərbaycanın situasiyası biraz fərqlidir. Birincisi, Azərbaycan özünü Ukraynanın dəstəkçisi kimi göstərir. Ukraynaya humanitar yardım və s. belə bir növ özünü burada reklam edir ki, biz Ukraynaya humanitar yardım göstərir və s.
O biri tərəfdən e, burada əgər Azərbaycan Rusiyanın neftini alıb Avropa Birliyinə göndərirsə, bu artıq e, o Avropa Birliyinin o qərarlarını, sanksiyalarını pozmaq deməkdir. Yəni bu baxımdan mən burada söhbət ondan getmir ki, biz bu elə bir Azərbaycan özü təbii ki e, alıb nə istəyir onu eləyə bilər. Amma onu Avropa Birliyi ərazisinə göndərmək bu artıq başqa bir məsələdir. Bir də söhbət ondan gedir ki, bir də söhbət ondan gedir ki, Azərbaycan özü bütün gəlirlərinin 63%-ni Avropa Birliyi ilə qazanır. Yəni Azərbaycan bu günləri hələ daha çox əgər keçən ilə baxsaq, təxminən bir 67%-dən gedir söhbət. Bütün ixracatın 67%-i Avropa Birliyinə gedir və qazanc oradan gəlir. Və qazanc oradan gəlir, amma məsələn e, bu amma Azərbaycan bu pulları göndərir Çinə, Rusiya, daha çox oradan idxal edir. Yəni burada da bir e, yəni bu da sabah gündəmə gələ bilər. Çünki görürsüz ki, məsələn indi ABŞ-da Trump ölkələrlə ticarət müharibəsinə başlayır. Deyir ki, e, sən bizə çox satırsan, amma bizdən az alırsan, məsələn. İndi sabah Avropa Birliyi də bunu Azərbaycan kimi ölkələrə deyə bilər ki, xeyr ola, biz sənə bu qədər valyuta ödəyirik, amma sən bizdən mal almırsan. Gedib Rusiyadan, Çindən alırsan. Yəni bu gündəmə gələ bilər bu söhbətlər. Və burada söhbət həm də ondan gedir ki, e, belə bir görüntü yaranır ki, güya Azərbaycanla Rusiyanın münasibətlərində problem var. Amma bu ticarətdə bu özünü göstərmir. Və belə deyək də, bu başqa belə bir görüntü, Azərbaycan tutaq ki, bu təyyarə bu böhranından sonra və s. münasibətlər amma biz görürük ki, yox. Ticarət varsa, demək dostluq var. Yəni bu 2 vur 2-dir. Bütün, yəni belə deyək də, həyati vacib məsələlər, tutaq ki, mallar alına bilər. Tutaq ki, ərzaq məhsulları. Azərbaycan onsuz da heç nə istehsal edə bilmir. Bütün e, iynədən, kibritdən tutmuş, nə bilim, spirtli içkilərə kimi hamısı oradan buradan gəlir. O cümlədən məsələn İrandan da çox böyük deməli ithal var Azərbaycana. Və bu da ayrı bir problemdir. Ayrı problemdir ki, Azərbaycan nəhayət ölkə iqtisadiyyatını bir kökündən dəyişmək haqqında fikirləşməlidir ki, ölkə bir istehsal eləsin və Rusiyanın, Çinin, İranın bu mallarının idxalından da bu asıllıqdan da qurtarsın. Bu həm də ölkədə e, həm ölkədən valyuta gedir, həm də ki, ölkədə bir iş yerləri yarana bilər. Yəni həm də söhbət bundan gedir. Zara bir neçə məsələ. Birincisi, bildiğime göre Azerbaycan ticaret bölgesinde ümumiyyətlə birinci yerde İtalya'da. Bəli. İtalya'da, hatta Türkiye'den de qabadı. Türkiye ikinci yerdedir. Dövrəyə deyəndə biz ora idxal edirik. Bilirsən, elə bir ki, neft Neft, qaz. gedir. Bəli. Deməli, birincisi əsas ən çox neft gedir. O ilkin İtaliyadan daxil olur da. Ona görə burada İtaliyadan gedir söhbət. İtaliya önə çıxır. O cümlədən qaz da Yunanistan, yenə İtaliya. Yəni bu ona görədir. Və amma məsələn İtaliyadan bizə elə də bir mal gəlmir də. Ona görə amma biz ixrac, idxal ayrı götürəndə görərik ki, təbii ki, ən böyük partnyor İtaliyadır və ümumiyyətlə Avropa Birliyidir. Okey. Söhbət ondan getmirdi. Başqa bir sual vermək istəyirəm. Buyur bu. Okey. Okey.
Mesele burasındadır ki alırlarsa demek bizim kara gözümüze aşık olup almırlar axı. Avropalılar, ikimiz de Avrupa'da yaşayırıq, bilirik ki pulun qədrini bilirlər. Hətta İtalyanlar da. Sərf edir ki alırlar. Liviya buradan burada İtalya için Livya'dan almırlar, gidip Azerbaycan'dan alırlar. Ki bu bir. İkincisi yine de deyirəm ki Qərblilərin biz qeyri-stabil mövqeyini görürük. Hem Amerikanların hem de ki Avropalıların. Ve biz bunlardan Roma Papasından da artık Katolik olmak ne derecede makbuldur? Hatta bu Avrupa Birliği'nin kararı Macaristan deyir ki məhkəməyə gedir bu kararla bağlı, o bu kararı tanımır. Hı hı. Yox, təbii ki, burada söhbət Azərbaycanın öz qazından, öz neftindən getmir. Azərbaycanın öz ümumiyyətlə qaz kəməri var. Qaz kəməri var, hansı ki, Avropa Birliyinin ərazisinə müqaviləsi var və bunu göndərir. E, TANAP, TAP kəmərləri vasitəsilə. Və burada bir problem yoxdur. O cümlədən də Azərbaycan nefti Azərbaycan istədiyi ölkəyə sata bilər. Amma fakt ondan ibarətdir ki, son illər Azərbaycanın istehsal da azalıb. Onun əsas hissəsi Avropa Birliyinə gedir, Avropa ərazisinə gedir. Əvvəllər Azərbaycan Çinə də satırdı, Hindistana da satırdı və Azərbaycanın öz aləmində bunu bir diversifikasiya eləmişdi. Amma bilirsən ki, məsələn, Çinə satmaq elə də Çinin imkanları daha çoxdur, belə deyək, almaq imkanı. İndi bu dəqiqə ümumiyyətlə ucuz Rusiya nefti alır, ucuz Rusiya qazı alır. O cümlədən Hindistan, o da Rusiya nefti alırdı. İran var, İranın neftini alırlar. Yəni burada elə bir ki, Azərbaycan satır, onlar da alır. Təbii ki, burada qarşılıqlı faydalanma var. Amma burada nəzərdə tutulur ki, Rusiya neftini alıb bizə satmalısan. Və söhbət buna gedir. Və bu ticarət partnyorları təbii ki, bir-birinə də hansısa tələblər də qoya bilər, şərtlər də qoya bilər. Mən düşünürəm ki, Avropa Birliyi Azərbaycan üçün yaxşı bazardır. Ona görə də Azərbaycan ora can atmalıdır. Azərbaycan təkcə neftin, qazın yox. İndi biz Avropadayıq da görürük ki, burada hətta Azərbaycan özünün meyvələrini də bura sata bilər. O Rusiya satdığından 2 qat qiymətə sata bilər. Türkiye imkan Daha verir. böyük. Türk meyveleri Deyirəm dolu Rus burada. Türk, necə? İspanya, İtalya meyveleri dolu burada. Daha ucuz başka. Doludur, amma onların qiyməti bahadır və Azərbaycandan məsələn o bəzi meyvələr var ki, mən xatırlayıram məsələn Ukraynada. Ukraynada Azərbaycan qarpızı gəlirdi iyul ayında. İyul ayında gəlirdi və bir ay prioritet o idi. Hamı Azərbaycan qarpızı axtarırdı. Ondan sonra avqust ayında Kaçlar var? bu Xerson, Nikolayev bu deməli oblastların qarpızı, Zaporojyenin qarpızı çıxandan sonra təbii ki, Azərbaycan qarpızı. Amma Azərbaycan qarpızı, müharibədən əvvəlkili deyirəm. Azərbaycan qarpızının 1 kilosu Ukraynada 1 avroya satılırdı. 1 kilosu 1 avroya. O cümlədən Azərbaycanın narı, Alman Azərbaycan, kıymetleri. Alman bəli, Azərbaycanın narı, xurma, yəni bunlar, yəni ona görə də Azərbaycan sahibkarları da, fermerləri də, onlar bilməlidir ki, onlar fikirləşirlər, onlar da deyirlər ki, bir dənə Rusiya bazarı açıq olsun, bir dənə Rusiya bazarı.
O Rusiya bazarı da o Kremldəkilərin kefindən asılıdır. Onlar sabah hansısa e, bir problem olsa, bir küstülər, bir dənə dalaşdılar, nə bilim neynədilər. Buradan pomidorun qabağını kəsir, oradan onun qabağını kəsir. Amma Avropa Birliyi belə bazar deyil. Avropa Birliyi ilə müqaviləni Stabiliği imzalayırsan, var. Hı. və ömürlük sən bu bazara çıxa bilərsən. Yəni söhbət bundan gedir. İndi mən olan imkanları deyirəm ki, bizim bu dəqiqə ixrac eləməyə başqa şeyimiz yoxdur. Təbii ki, Sonra bir dənə sual var, bu bəli. benimle bağlı. Bununla bağlı bununla bağlı böyle bir müsahibə var idi. Aleksandr İskandaryan'la Baku'da koymuştum. O bir dənə söz dedi. Dedi ki Avropalılar bizim badımcanı, qaysını, əriyi almayacaq. Onları oradan bura Türkiye var ve İspanya var. Yani biz o pazara girebilmeliyiz. Bizim takım badımcan, pomidor konservlerimizi biz o pazara getirebilmeliyiz çünkü Türkiye var ortada. Transit xərcləri götürsək Türkiye'ninki daha ucuz başa gelir. O hesaplamışlar. Onlar ermənilər deyirlər ki girebilmeyeceği de pazara. Çünkü transit xərclərini götürəndə Rostamoşka Gömrük xərcləri, gömrük gömrük xərcləri. xərcləri, transit xərcləri götürəndə bizim mal gelip tutaq ki senin dedi Almanya'ya çıkacak daha baha kim Türkiye'nin. Bizim imam bayıldı Türkiye'ninkinden daha başa gelecek. Gayesi Türkiye'ninkinden daha baha gelecek. Ona göre ben onunla da optimist olmazdım ki burayı tutaq ki sen ben sevineceği Azerbaycan malları burayı görəndə. Tutaq ki ben Rus dükkanına gedəndə Azerbaycan'ın nar şiresi Ukrayna'nınkinden gaz katı. Baha 200 lira Azerbaycan'ınki alıram. Bile bile kimindir? Kim bırakır Azerbaycan'da onu? Yine de Azerbaycan'ınkini al. Belki Azerbaycan şaraplarını alırıq ki hatta olur ki böyle adi Fransız şaraplarından başa gelir Azerbaycan şarabı alırsan. Bizim için bu yaxşı olacak. Ancak bu o kadar ne kadar realdi ki bizim məhsullar Rusya'dan göndərib buraya gelsin. Başımda olsun. Çok büyük fəxrlə istəyərdik ki bu olsun. Ama bu bir kadar mümkün mesele değil sence? Yox, burada söhbət təbii ki, çox böyük sayda növ məhsulların ixracından getmir söhbət. Ancaq hər halda e, hər bir ölkənin çalışdığı bu dəqiqə odur ki, daha çox bazarın qapıları o ölkənin iş adamlarına açıq olsun. Burada Azərbaycan üçün ən böyük problem odur ki, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Və bu Dünya Ticarət Təşkilatının üzvü olmadığı üçün bir neçə ölkə istisna olmaqla, o cümlədən bu keçmiş SSR ölkələri, bir də son illər Türkiyə ilə imzalayıblar. Bunlar istisna olmaqla qalan ölkələrlə Azərbaycan azad ticarət sazişi imzalaya bilmir. Daha doğrusu bilsən necə? Bu 90-cı illərdə bu çox asan idi. Bunu Azərbaycan imzalaya bilərdi. Amma o vaxtı bizimkilər nəsə belə beyinlərinə batdı ki, bu məsələn Çin bura girmir, o girmir, bu girmir, biz də girməyək də belə. Bu danışıqları uzatdılar. Amma sonra hamı girdi. Ermənistan da bütün keçmiş Özbəkistan da ora daxil oldu. Yəni Rusiya da daxil oldu. Çin də daxil, hətta Çin daxil oldu. Ən belə uzun danışıqlar aparan Çin oldu və Çin də daxil oldu. Və bir dənə Azərbaycan qalıb kənarda. Yəni belə özünə hörmət edən ölkələrin hamısı Dünya Ticarət Təşkilatının üzvüdür. Dünya Ticarət Təşkilatına üzvlük nə demək? Birincisi, hər bir ölkə ilə sənin ümumi ticarət rejimin var. Heç bir ölkə sənə əlavə şərt qoya bilmir. Ki, məsələn, tarifləri artıra bilmir və s. Yəni, hansısa bir razılaşma varsa, bu razılaşmanın çərçivəsində bu ticarəti aparırsan. Əgər həmin ölkə bu razılaşmanı pozursa, orada da şikayət mexanizmi var, məhkəmə mexanizmi var və s. Və bu bircə Azərbaycan, bax indi məsələn şeydə Ermənistan da hazırlaşır. Düzdür, Ermənistan Dünya Ticarət Təşkilatının üzvüdür. İstəyir ki,
Avropa Birliyi ilə bu dərinləşmiş e, bu ticarət sazişini imzalasın da DCFTA. Amma Ermənistanın da problemi budur ki, onları da o keçmiş rəhbərləri aparıb bu Avrasiya İqtisadi Birliyinə qoşubdur. Yəni Ermənistanın da belə bir şansı yoxdur ki, Avrasiya bu İqtisadi Birliyinin üzvü ola-ola Avropa Birliyindən bu azad ticarət sazişini imzalasın. Yəni bax onlarda o problem. Amma bizdə bu problem yoxdur. Bizdə bu problem yoxdur. Buna görə də e, yəni Azərbaycan burada söhbət yalnız belə deyək də meyvə tərəvəzindən getmir. E, Başqa məhsullar ola bilər. Azərbaycan məsələn iddialıdır ki, kimya sənayesini inkişaf elətdirsin. Hansı ki bunun üçün xam malı var. Sadəcə olaraq 20 ildir biz bunu eşidirik, amma ortada bir şey yoxdur. Amma Azərbaycan bu sektoru inkişaf elətdirib Avropa Birliyinə də mal sata bilər. Və və orada həmin bu saziş öz işini görəcək. Yəni başqa məsələlər də var. Məsələn, tutaq ki, alüminium var və s. başqa təbii resurslar var və onlardan hazır məhsullar da ortaya çıxartmaq olar. Yəni söhbət ondan getmir ki, yalnız biz e, tomat sataq. Yəni başqa və ölkə əslində o barədə fikirləşməlidir ki, e, 20 ildən sonra bu ölkənin taleyi necə olacaq? Yəni neft qaz bitəndən sonra nə olacaq? Yəni bu baxımdan ən belə mürəkkəb vəziyyətdə olan ölkə məhz Azərbaycandır. Okey. Aa, Bu neft gaz bitenden sonra Gürcistan'ın neft gazı yok da transitle dolanır, turizmle dolanır. Ancak ben başka bir formatta, cevap vermek isterseniz buyur. Başka bir formatta sual vermek istedim. Yox, ver ümumi sualı eşidim tam. Gürcüstana da Ümumi toxunma. sual böyle global sual olacak. Mümkünse bu suala cevap ver. Gürcüstan da resurs satır. Gürcüstanın da məhz resursu var. O müəyyən, nə bilim, magnezium, nə bilim, faydalı qazıntılar və s. və onları satır. O da Çinə satır. E, Yəni Gürcüstan bundan faydalanır, həmən Çinlə böyük həcmdə satır. Amma təkcə turizm deyil axı Gürcüstanda. Gürcüstan tranzitdən düşünmürəm böyük pul qazanırlar. Turizmlə təbii ki böyük pul var. Amma eyni zamanda Gürcüstan da mineral sular satır. Limonat qoyublar o adını. O məhsulun. Hansı ki onu da satırlar. Şərab da satırlar. Nə bilim başqa Avrupa'da brendlər. dükkanlarda görürsen Gürcü şarabı ya limonadı. Yox, Avropada görmürəm, amma Rus dükkanlarında ancak. ə, belə deyək də o qeyri-alman dükanlarında mümkündür ki, olsun Rus rus dükkanlarında. dükanlar. Mən girmirəm rus dükanlarına. Amma məsələn Ukraynada demək olar ki, çox böyük. Hətta Ukraynanın öz şərabını arxa plana keçiribdi də Gürcüstan şərabı. Baxmayaraq Ukraynanın da özündə çox böyük alkoqol istehsalı, şərab istehsalı var, amma Ukrayna istehsalı orada öndədir, dominantdır. Baxmayaraq ki, lap qapının düz ağzında Moldova var, onun da istehsalı var, amma Gürcüstan burada. Yəni və Gürcüstan Azərbaycana da bunu satır, başqa ölkələrə də satır. Gürcüstanla və turizmlə doğrudan böyük pul qazanırlar. Və yalnız bu deyil, yalnız bax bu avtomobil bazarı. Bu bizim regionun avtomobil bazarı Gürcistan'da. Gürcüstandır və indi də Rusiyadan qazanırlar. Yəni o Rusiyanın avtomobillər sanksiyalar qoyulub və
Gürcüstandan bunu rəsmiləşdirirlər Qazaxstana, Qırğızstana, amma o bir gömrük ittifaqı olduğu üçün Gedir gedir Rusya. oradan elə birbaşa Rusiyanın ərazisinə daxil olur, amma adı olur ki, bu e, Kırgızistan'a gitti. Qırğızstana getdi, Qazaxstana getdi. Hətta Ermənistana getdi. Belə də Ermənistan vasitəsilə bu mümkündür. Ha. E, Yəni bundan təbii qazanırlar, amma daha əvvəl, müharibədən əvvəl Gürcüstan regionun avtomobil bazarı idi. Azərbaycanlılar da oradan alırdılar, ermənilər də oradan alırdılar, qazaxlar da oradan alırdılar. Böyük bir deməli imkan idi Gürcüstan üçün. Və biz baxırıq ki, Gürcüstanın elə Türkiyə ilə çox böyük deməli bizim Türkiyə ilə olan iqtisadi əlaqələrimizdən daha geniş Gürcüstanın Türkiyə ilə iqtisadi əlaqələri var. Burada istehsaldan tutmuş, nə bilim, aeroportların idarə olunması və s. Türkiye Yəni investisiyalar orada çoktu. Ben bildiğime göre. bəli, Türkiyə investisiyaları çoxdur. Batumini götürək. Batumi demək olar orada hamısı xarici investisiyadır. Xarici investisiya və orada da təbii ki müəyyən rolda türklərin investisiyası. Mən Gürcüstanda tez-tez şahidi olmuşam ki, e, çoxlu türklər var da bir təsadüfən. Məsələn, bir neçə dəfə Tiflisdə şahidi olmuşam ki, e, qaldığım oteldə çoxlu türk var. Belə biraz mənə təəccüblənib ki, bunlar necə bunlar niyə Valla gəlmirlər her bura? yerde Yəni çoklar. Allah'ın Belarus'unda da çoklar artık. O kadar Türk yox bu restoranları açılıp Minsk'teki Türklerden. yox mən sadəcə birinci dəfə təəccübləndim. İnşaatta Türkler de Təəccübləndim. çok Hə, bəs orada. Ha. soruşdum ki, xeyir ola da siz nəyə gəlmisiniz də bura? Bu nə məsələdir də burada? Dedilər ki, bizdə şeydir, tətildir, bir neçə gün və avtobus turları var. Hı hı. Elə bil Ankaradan, müxtəlif yerlərdən elə bil ki, avtobusa minir, gəlir Gürcüstana. Yəni tur var və bu e, gəlirlər 3 gün, 4 gün tətillərini biraz fərqli ölkədə keçirirlər də. O Hem de deməkdir ki, Antalya'da daha ucuz başı gelir. hə, bəli, bəlkə də e, Türkiyənin içindən inanmıram ucuz başlayacaqsa, amma bir yenilikdir də. Tutaq Ha. ki, ailəcə gəlirlər belə. Mən bunu biraz maraqlandım, gördüm ki, bu çox böyük bir biznesdir. Ha, amma Azərbaycanda bu imkan varmı? Bax, Azərbaycanın əgər sərhəddi, quru sərhədləri açıq olsa, o türklər deyər ki, belə biz buradan bir 60 kilometr, 70 kilometrdə gedək Şəkiyə. Məsələn, 100 kilometr gedək Şəkiyə. 100 kilometr bu tərəfə gedək Gəncəyə. Hı. Onlar üçün maraq yarada bilər də bu. Yani Ha, senin sözünün yəni qüvvəti mən əlavə eləyim. Mən ermənilərlə danışanda onlar mənə deyirlər ki, bax, bizdən hətta Antalya'ya getmək, dincəlmək daha ucuz başa gəlir. Sen buradan buraya Yerevan'la Sivan'ın arası ne kadar? Bir 50 kilometreden azdı da orada. Yerevan'dan sərf edir, Batumi'ye gitmeye, ya Antalya'ya gitmeye daha ucuz başa gelir. Sivan'a gitmek çok daha başa gelir. Ve de bizde en varlı adamlar Sivan'a gelirler dincəlməyə. Sivan ne çok pahalı. həm də Bizdə də həm də 2011'də qarşı sana 2011'də mənə Bakıda olanda axırıncı dəfə mənə yaxınlar deyirlər ki, Türkiyədə istirahət etmək daha ucuz başa gəlir ki, mən demirəm Nabran tərəfdə, bahalı zonalar, hətta Zaqatala gedir. Belə deyirlər. Mən bilmirəm, İrəvandan Batumiyə qatar da var. Qatarda var Bilirsən? bəli. Ha. İrəvandan Batum. Yəni söhbət ondan gedir ki, amma Azərbaycanın mən düşünürəm ki, potensialı bu baxımdan Ermənistandan da, Gürcüstandan da çoxdur. Çünki Azərbaycan ən azı ərazi olaraq böyükdür və məsələn Xəzər dənizində yəni çimərliklər
burada var və bunu böyütmək olar. Əgər hava şəraitindən gedirsə, məsələn, e, Qaradənizin bir ay və yaxud da 40 gün maksimum turizm imkanı var. Avqustun 10-undan 15-indən sonra Batumidə artıq o dəniz mövsümü bitir. Tabii. Bir çox hallarda. O iyulun da heç əvvəllərindən başlayıb, amma Azərbaycanda bu imkan daha çoxdur. E, Dəniz var, dağ var, amma sadəcə olaraq belə deyək də, bu idarə etmə yoxdur. Və o düzdür, mən ümumiyyətlə düşünmürəm ki, elə e, hansısa bir ölkə yalnız turizm hesabına yaşaya bilər. Bu O bu Azərbaycan özü məsələ indi var. Oğlanlar var, şərait yoxdur. Ancaq bu bu avqust indi məsələsi qəribə gəldi. Çünki mən özüm İspaniya, İtaliya, Portuqaliyaya getmişəm. Oktyabr ayının ortalarında dəniz var idi. təbii Amma təbii o Qaradənizdə şeydə yoxdursa, İspaniyada hı hı. İspaniyada, İtaliyada bu var. Ə, Bəlkə də biraz da Adriatik dənizi tərəfdə də var. Ə, Amma ə, yəni dediyim odur ki, Azərbaycan o iqtisadi potensialından faydalana bilər. Ə, Post-neft dövrü üçün və daha çox. Bir ara bizim ə, bizim hökumət fikirləşdi ki, məsələn 3 nəfər türkdənsə qoy bir ərəb kəs. Bahalı turizm filan. Yəni bunlar hamısı o bahalı turist filan onlar bir dəfə gəlir də. Bir dəfə gəlir, hə, aldırsan, eləyirsən. Sonra ikinci dəfə heç vaxt gəlmir. Ancaq məsələn e, Gürcüstanda görürsən ki, indi düzü bilmirəm, son illər bilirsən ki, Gürcüstanda da durum getdikcə pisləşir. Orada da xaricilərə münasibət dəyişir. Mənfi şeylə, mənfi e, mənada. Bu yanvarın birindən ümumiyyətlə tibbi sığorta tələbi qoyublar ki, hər bir Gürcüstana daxil olan tibbi sığortası olmalıdır. Yoxsa cərimə olunacaq. Belə heç Avropa Birliyində belə cərimə filan nəzərdə tutmurlar. Bunlar deyir ki, nə bilim, nə qədər 50 larilik olmasa, nə bilim, neçə larilik, 600 larilik cərimə olacaq belə filan. Amma bütün bunlara baxmayaraq Azərbaycanın təbii ki, imkanı var. Amma bunun üçün bir turizm siyasəti olmalıdır. Və məsələn, Gürcüstanda heç turizm agentliyi yoxdur. Amma turizm var. Bizdə turizm agentliyi var, amma turizm yoxdur. Bu da bir e, ayrı bir faciədir. Zara bir konseptual sual vermek istiyorum. Aa, Bilirsen evvel bir hadise açıp Şii hadise 2000'li yılın ortalarıydı. Ben artık Minsk'e göçmüştüm. Ve orada Belarus'taki Azerbaycan icmasının rehberiyle bir diyalogum oldu. Ve o bir söz dedi bana, o böyle bir ki beynime baktı. O dedi ki indiki Əliyev hökumətinin qarşısında olan problemlər sabah sənin sevimli İsa Qəmbərin də hakimiyyətə gəlsə, onun da qarşısında olacaq. Demək, 2005-ci indiki vəziyyəti götürürəm. Biz görürük ki, 4 il ərzində vəziyyət nə qədər dəyişib. İlk növbədə Rusiya qoşunları artıq Azərbaycan ərazisində yoxdur. Rosatrınçda bağlanıb. Rusiyanın agent влияния. Elə bil ki, Təsiri belə deyək də. təsiri olan adamlar Hə. elə bil ki, ortadan çıxarılır. Yəni Hı bizim -hı. spikerlər çox vaxt deyəndə ki, bu bir göstəridir, Rusiya ilə heç bir problem yoxdur. Bilirsiniz, mən Rusiya ekspertləri ilə danışıram, görürəm ki, böyük problemlər var. Və onlar hətta şəxsi söhbətlərdə, hətta belə akademik düşüncəli adamlardır, efirdə olmayanda, belə adi danışanda, elə bil ki, çox çətinliklə dişlərinin qıcıqlarını gizlədirlər Azərbaycanla.
Hı hı. E, yani ki bəxtiniz gətirir ki, başımız Ukrayna qarışır ve Ukrayna müharibəsi bizim səhvimiz idi. O müharibənin üzündən sizi başsız bırakmışıq. Вот. Ancak sen güzel bir söz dedin. Halbuki ticaret var, orada dostluk var. Ben diyelim ki loyallık var. Ve bu ticaret olmazsa, Azerbaycan sanki Rusya'ya kömək eləməzsə, bu Azerbaycan-Rusya münasibətləri ancak konfliktlerden ibaret olacak. Ve Rus eksperti Vadim Dubnov'un güzel bir sözü var. Rusya başkalarına problemler yaratmak değil, gadistik. Bir menfur işler görmek üzere dünya şampiyonu. Bakın, Prezident İlham Əliyev değil, Prezident Zöhrab İsmail. Ya veya Zöhrab İsmail prezidentliğe namizətti, jurnalist Möhsin Hacıyev ondan müsahibə götürür seçkilə bağlı kampanya. Bu şekil var karşımızda. Karşısına есть такая, да? Biz görürük ki belə perspektivlərdə görürük ki Rusiyanın bizə problemlər yaratmağı potensialı daha çox da hətta Ermənistanda. En azından milli azlarımız vergi söhbəti var da. Ne var ya o gıcıklandırmağa. Bize böyle bir problem yaratmağa. En az bundan başlayalım. Ve biz görmüşük ki 92. yıldaki mərhum Elçi Bey dövründə, Azərbaycanın demokratik hakimiyyəti dövründə bizim tariximiz bu bir ərzində Rusiya ilə konfliktlərdən ibarət. Və bu nəyə getirib çıxardı? Düz Azərbaycan zəif idi, ancaq Rusiyadan da zəif idi də. Ki, və Zöhrab İsmail sanki qərar qəbul etmək rıçaqları əlində olsaydı, gedərdi Rusiya ilə birbaşa konfrontasiyaya. Və mən təbii ki, yəni siyasətçi deyiləm. Yəni ona görə də yenə öz baxış bucağımdan istəyirəm ki, buna yanaşım. Yəni bir ekspert kimi yanaşım. E, Birincisi, mən düşünürəm ki, Rusiyanın Azərbaycana o təsir imkanları ki var, o Azərbaycanın o siyasi sistemindən, siyasi vəziyyətindən qaynaqlanır. Yəni əgər Azərbaycan belə deyək, demokratik, qanunun aliliyi, o cümlədən geniş iqtisadi imkanlar olan ölkə, varlı ölkə olsa, Rusiyanın Azərbaycana təsir imkanları qat-qat azalar. Ve Gürcistan'a demokratik Gürcistan'a az təsir ettiler. Geçen 20 fazla işgal mı be? Yox, təbii bu söhbət işğal daha əvvəl baş verib. İşğal 90-cı illərdə baş verib. Və Gürcüstanla Azərbaycanı müqayisə etmək lazım deyil. Nəyə görə? Birincisi, Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Və bu müttəfiqliyi Azərbaycan daha da dərinləşdirə bilər. Və bu bundan böyük qarantiya yoxdur. Və mən eyni zamanda mən düşünmürəm ki, Rusiyanın əvvəlki kimi bizim ölkədə olan milli azlıqları nəsə bir onlara provokasiya çəkmək, bu imkanlar da düşünmürəm ki, çox böyük belə bir imkanı var. Çünki Azərbaycanda kifayət qədər e, bütün milli azlıqlar elə bu e, son Qarabağ döyüşlərində də göstərdi ki, onlar heç bir etnik fərq burada heç bir rol oynamadı. Hamı çiyin-çiyinə verdi, getdi, e, Qarabağı qaytardı. Belədir, sözün əsl mənasında. Ona görə burada bəzi məsələlər Azərbaycanın o siyasi sistemindən qaynaqlanır. Əgər, tutaq ki, hakimiyyət əgər demokratik seçilmirsə, xalqa arxalanmırsa, o tez-tez narahat olur. Narahat olur ki, bəs buradan miqrant gələ bilər, oradan təsir ola bilər, kimisə bu təsir agentləri işə düşə bilər və s. Azərbaycan əslində
bu 30 ildə dəyişməli idi. Azərbaycan hələ də özünün müstəqil media məkanı yoxdur. Hələ də Rusiya mediasının çox böyük təsiri Bəli, var. bəli. Və o cümlədən elə indi Türkiyədə var. Başqa Türkiyə mediasında təsiri var. Bu iki təsirin arasında qalıb. Hətta İranın da, İran mediasında təsiri var. Bəli, bəli. Yəni bu hamısı belə deyək, subyektiv məsələlərdir. Təbii ki, qonşularla yaxşı münasibət, ticarət və s. bunlar e, davam edə bilər, olmalıdır da qarşılıqlı maraqlar çərçivəsində və s. İndi bu sadəcə olaraq bu neft, qaz məsələsi bu Ukrayna müharibəsi ilə bağlı ortaya çıxıb. Bu müharibədən əvvəl Azərbaycan Rusiyadan almırdı ki. Bu yalnız 2000-ci illərin əvvəlində olub ki, hansı ki, Azərbaycan kifayət qədər onda qaz istehsal edə bilmirdi və öz tələbatının bir hissəsini Rusiyadan təbii qaz alırdı, ödəyirdi, istilik elektrik stansiyalarının tələbatını ödəyirdi və ora Şimal sərf olunan, adalarının. bəli, ora sərf olunan yanacağı da xaricə satırdılar. Yəni bu əvvəllər baş vermişdi. Və bu amma indi belə deyək də biz neçə il daha bu belə deyək də bu çərçivədə qalmalıyıq. Yəni e, burada heç bir uzun müddətli təminat yoxdur. Yəni nə qədər Azərbaycan özü güclü ölkə ola bilər. Biz məsələn İsrailin misalını götürək. Kiçik bir əhalisi var o coğrafiyada. Amma nə qədər böyük imkanlara malikdir. Belə bir oxşar potensial da bizdədir. Bizim çox böyük e, ölkənin əlindən milyardlarla pul gəldi, keçdi. Amma bizim ölkədə yenə də e, nə bilim minimum əmək haqqının məbləğinə baxın, ölkənin iqtisadi durumuna baxın, ölkənin libasına baxın. Yəni bu libasla təbii ki, sən güclü ola bilməzsən. İlk növbədə iqtisadi gücün olmalıdır. İqtisadi gücün olması üçün böyük işlər görməlisən. İqtisadi layihələr və s. Amma biz görürük ki, Azərbaycan Avropada hansısa iqtisadi layihələr həyata keçirir, nə bilim, Türkiyədə həyata keçirilir. Yəni bunun belə deyək, izahı nədir bunun? Buradan Azərbaycanın biz görmürük. Məsələn, Sokar Türkiyədə zavodu var, nə bilim, İtaliyada zavod alır və s. Bəs onun ölkənin büdcəsinə verdiyi vergi artmır ki. İndi bunun mənası nədir bu? Yəni ona görə də e, müxtəlif bu. Yəni ölkənin vəziyyəti elə belə deyək, bu şəhərlərin durumundan görünür. Burada bir dənə şəhər var, başqa şəhərlər heç ikinci dərəcəli də deyil, 10-cu dərəcəli. Gəncə olsun, o biri regional Sumqayıt. şəhərlər. Sumqayıt da Bakıya birləşibdir. Bakının bir peykidir. Yəni ki, edir. Hətta bu iki şəhər arasında effektiv nəqliyyat təminatı yoxdur. Məsələn, 15 Qatarlar gedib dəqiqədən bir gəlirdi. 15 dəqiqədən bir qatar gələ bilər də, elə deyil. Amma yəni Avropanın istənilən bu belə şəhərlər, hətta balaca şeyləri götürək. 5 minlik, 15 minlik şəhərləri götürək. Onları dəmir yolu xətti birləşdirir və 20 dəqiqədən bir, yarım saatdan bir qatarlar işləyir. Amma burada söhbət yarım milyonluq şəhər, Sumqayıt və Bakı.
bunların arasında hələ də tıxaclar, insanlar da düzdür, qatar var və ümumiyyətlə qatar e, nəqliyyatına bizim ölkədə hökumət belə baxır. Bu Sovet dövründəki kimi baxır. Səhər gedirsən, axşam gəlirsən. Yəni bu belə deyil. Artıq e, mobillik dəyişib. Yəni insanlar e, bir məsələn Hacıqabulda yaşayıb Bakıda işləyə bilər və yaxud da əksinə. Bakıda yaşayıb Hacıqabulda işləyə bilər. Amma sadəcə olaraq bunun üçün nəqliyyat vasitəsi olmalıdır. Buna görə də e, böyük dəyişikliklər olmalıdır. Belə deyək, belə xırda, hə, yavaş-yavaş düzələr, yavaş-yavaş düzələr. Heç nə düzələn deyil də. Yəni biz bunu görürük ki, heç nə düzələn deyil. Zor iki tane soru vardı. Birincisi, Gürcistan'a olan son agresi 2008. yılda oldu. Yadımızdadır. 08-08-08. Onda Gürcistan artık tanınmış demokratik bir rejim var idi orada. Ukrayna'ya 2014'te başladı. Muharebe 2022. yılda. Ondan 3 yıl evvel Ukrayna'da seçkilerde, tam demokratik seçkilerde muhalefet lideri galip gelmişti. Zelenski'nin Öztürk. Özü bölge. İkinci mesele Türkiye meselesi. Bir şey qeyd eləmək istəyirdim. Mənim Azərbaycan hakimiyyətinə münasibətim aydındır. Bizim hakimiyyət, bir film var, Tiran, baxmamısan serial? Çok güzel serialdı. Çok serial bir serialdı. Orada adını çekmiyor ülkenin ancak Suriye tasvir olup ve ora bakanda çok tanış şeyler göreceğiz. Bir Azerbaycanlı kimi. Hı hı. Azerbaycan'daki rejim elə bil ki Yaxın Şərqdəki və Latin Amerikasındaki 60-cı 70-ci illər rejimi arasında olan bir şeydir. Bir oğru rejimdir. Cinayətkar, kriminal bir rejimdir. Yani ki bu söhbət mövzusu değil. Eğer burada bir hükümet taraftarı olsaydı ya ben hükümet taraftarı olsaydım bu bir diskusiya mövzusu olardı. Bu sayede biz seninle tam aynı xəttəyik. Ona göre bu diskusiya söhbəti değil. Bu demokratik söhbətin dedim ki ikincisi mesele burasındadır ki Türkiye'ye tam bel bağlamak bu deməkdir ki öz xarici siyasetini Türkiye'ye tabi edirsin. Türkiye'ye tabi edirsən, bu o deməkdir ki, tutaq ki, Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyini tanıyırsan, bu artıq Yunanistanlı və Avropa Birliyi ilə, xatırladım ki, Kipr Respublikası Avropa Birliyinin üzvüdür. Onlarla konfliktdir və ondan hər şey cəhənnəmə İsrail ilə Türkiyənin konfliktində bir mənalı Türkiyənin yanında olursan. Bu da İsrail ilə konfliktdir, bunun da perspektivlərini məndən yaxşı bilirsin. Və Azərbaycan elədikləri, mənim danışdığım ekspertlərin, xarici ekspertlər də deyirlər bunu ki, Azərbaycanın elədikləri tam Türkiye'ye belini de bağlamır ki, Rusya'da her şeyi yandırmır ki, tam Türkiye'ye ihtiyacı olsun. Mecbur olsun ki, sabah Türk koşunlarını köməyə çağırsın. Türk koşunlarının Azərbaycana girməyə Azərbaycanın Türkiye'nin aslığını atmağı deməkdir. Türkiye kardeşimizdir, düzdür. Ancak hatta hayatta da götürende hiç kim öz hayatını tam en yakın adamından, kardeşinden asıl etmeyi de istemir. Hatta aile üzvü olan kardeşinden. Bu problemler var. Mən təbii ki, mən demirəm ki, biz bütün siyasətimizi Türkiyəyə proyeksiya edək və s. Mən sadəcə olaraq misal kimi dedim ki, Türkiyə kimi müttəfiq var. Amma birincisi Azərbaycan özünün təhlükəsizliyini təmin edə bilər və burada da eyni zamanda Türkiyənin də dəstəyi ola bilər. Və onda Azərbaycanın problemi odur ki, o Türkiyə ilə də bərabər hüquqlu tərəfdaş müttəfiq ola bilmir. Çünki ölkə həm iqtisadi cəhətdən zəifdir, həm də ki, belə deyək də, davamlı bir burada sabitlik anlayışı da yoxdur. Yəni, bu sadəcə olaraq bir avtoritar rejimlərin yaratdığı, təklif elədiyi sabitlikdir. Ona görə də
Yəni güclü ölkə bunun birincisi e, iqtisadi cəhətdən güclü olur və bu iqtisadi güc də ona həm siyasi güc verir, eyni zamanda hərbi güc verir. Yəni biz deyə bilərik ki, bizim güclü ordumuz var. Bizim güclü ordumuz Ermənistanla müqayisədə var. Təbii ki, indi mən demirəm biz Rusiya ilə döyüşməliyik və s. amma hər bir halda hər bir ölkənin xarici təhdidləri dəf eləmək üçün özünün e, ordusu, təhlükəsizlik sistemləri olmalıdır. Ətrafımızda da görürsən nələr baş verir. Nə bilim, İranda da təlatümlər ola bilər və Rusiyanın özündə də ola bilər. Yəni bu həm də belə deyək, Rusiya parçalansa da bizim üçün təhlükələr ola bilər. Məsələn, bəziləri fikirləşir ki, Rusiya parçalansa bizə heç bir təhlükə olmaz. Amma mən fikirləşirəm ki, Rusiya parçalansa Azərbaycana onda da təhlükələr ola bilər. İran parçalansa Azərbaycana yenə İsrail razıyım. 5 təhlükələr ola metrelik bilər. hasar Ona çekmiyor görə Rusya servetinden burada yukarı. Gürcüstanın demokratiyası təbii ki, davamlı deyildi. Bu öncədən də bilinirdi. Çünki ə, orada qərb yönlü ə, Saakashvili hakimiyyətdə idi. Ancaq o da o demokratiya ə, qaydalarına riayət eləmirdi. O da özü üçün orada bir kiçik ə, avtoritarizm qurmağa çalışırdı. Və o istəyirdi ki, demokratik görünsün, amma e, avtoritar olsun. Amma bunun da nəticəsində uduzdu. Və hansı ki, ən faciəlisi də o oldu ki, o demokratik qərb yönlü müxalifəti sıxışdıra-sıxışdıra məcbur elədi ki, bir növ onlar getdi Rusiya yönlü oliqarxın çətirinin altına toplaşdı. Və o da hakimiyyətə gələndən sonra birinci onlardan canını qurtardı, sonra da ölkədə ümumiyyətlə o Avropa qapılarını bağlamağa başladı və gizli şəkildə, indi də daha çox açıq şəkildə Rusiya maraqlarına xidmət edir. Amma ə, indi təbii ki, tarixi geri qaytarmaq mümkün deyil. Azərbaycan üçün ə, fərqli formulalar ola bilər. Amma heç kim Azərbaycanı məcbur eləmir ki, məsələn, heç Ermənistanı Rusiya məcbur eləyə bilmir. Ermənistan deyir ki, mən Avropa Birliyinə getmək istəyirəm. Və ən azı Azərbaycanın da Avropa Birliyi ilə viza sazişi. Bu elementar bir şey. Məsələn, Özbəkistanın Avropa Birliyi ilə e, miqrasiya sazişi var. Özbəkistan Avropa Birliyinə, Polşaya, Almaniya və s. işçilər göndərir. Qanuni şəkildə. Burada Almaniyanın bütün düşərgələri Azərbaycanlılarla doludur. Hamısı iş adına 100 min saxta şeylərlə gəliblər, çıxıblar. Nəsə bir şey axtarır ki, saman çöpündən yapışıb burada qalmaq. Yəni Azərbaycan heç olmasa bunu həll edə bilər. İkincisi də Azərbaycan Rusiyadan ən çəkindiyi məsələlərdən biri odur ki, Rusiyadakı Azərbaycanlıları deportasiya edə bilərlər. Bu ölkənin bizim ölkənin axı əhalisi ilə də çox deyil. Yəni Azərbaycan qədər ərazisi olan ölkələr var ki, orada 20 milyon insan yaşayır. Mənim O yadımdadır ki, Çekiyanın ərazisi Azərbaycandan az idi. Orada işləyəndə mən məzuniyyətdə idim uzun müddətli. 2004 3-cü ildə 78 tam
Onda 2 ərazisiydi, əhalisi 13 milyon idi. Azərbaycan əhalisi vaxtı 7-8 milyon idi. Bəli. Yəni Azərbaycan bundan nə çəkinməli? Azərbaycan ə, elə bir şərait ümumiyyətlə yarada bilər ki, elə o Rusiyadan ki insanlar Azərbaycana qayıda bilər və investisiya edə bilər. Yəni əgər sən investisiya üçün qapılarını açsan, amma onlar gəlirlər nə edirlər? Bir də ev alırlar da, başqa bir iş görmürlər. Çünki bilirlər ki, nəsə bir öz rayonuna gedib orada nəsə bir şey eləsə sabah Kapattı beni əlindən alacaq. alacaklar. Bu söhbət bundan gedir. Sən onlara qapılarını aç, ümumiyyətlə çağır ümumiyyətlə. Mən fikirləşirəm ki, onları ümumiyyətlə çağırmaq lazımdır ki, ay kişilər, gəlin Azərbaycanda, bu Qarabağ. Gəlin Arazi burada boştu, gelin orada yaşayın. Torpaq ver tikin. onlara, ev tiksinlər özləri. Tikin, bəli, mən yəni heç kimi ümumiyyətlə Qarabağda yaşamağa məcbur eləmək ehtiyac yoxdur. Yok, teklif edirsən, məcbur edmirsən ki. Əlbəttə. Sən orada imkan yaradırsan ki, gəlsinlər orada tiksinlər. Bu bir neçə gün bundan əvvəl də danışmışdıq. Yəni bu internet televiziyaların birinə. Qarabağ indi Azərbaycan üçün o belə deyək, o iqtisadi çiçəklənmə üçün bir imkandır. Elə bil ki, yeni 20% deyirdik, ərazimiz işğal olunub. İndi bu 20% qayıdıb. Bu yeni imkan. Bura xariciləri də cəlb. Birinci Azərbaycanın öz iş adamlarını bura cəlb etmək lazım. İnvestisiya qoysunlar. İkincisi, beynəlxalq təşkilatları cəlb etmək lazım. Onlar beynəlxalq maliyyə qurumlarını, beynəlxalq təşkilatları və s. Üçüncü, xarici investorları. Gəlsinlər orada investisiya qoysunlar. Kənd təsərrüfatı, İsrail deyil dostumuz. Yaxşı, İsrail iş adamlarını dəvət edir. Türkiyə deyil, Türkiyəni dəvət edir. Amma onlara gerçəkdən investisiya mühiti yaratmaq lazım. Yəni, əks halda biz eyni söhbətləri bizim övladlarımız eləyəcək 20-30 ildən sonra. Necə ki, 20 ildir biz eyni söhbətləri eləyirik. Rusiya belə eləyəcək, biz Rusiyadan asılıyıq, biz Rusiyaya belə edə bilmərik və s. Qaldı ki, Rusiyadakı o ekspertlərin, onlar təbii ki, həmişə o şovinist, o imperial qruplar həmişə olacaq. Onlar Qazaxstana da dil uzadırlar, Azərbaycana da dil uzadırlar. Ola bilsin ki, o sadəcə olaraq yəni o Rusiyanın xüsusi xidmət orqanlarının, o siyasi dairələrin belə arxa plandakı oyunlarıdır Bəli, təbii. və qamçı və kökə siyasəti. Buradan dostluq, oradan hücum və s. Və amma bütün bunlar bizə mane ola bilməz ki, ölkəni inkişaf elətdirək və yaxşı yaşayaq, belə deyək. Bizim yaxşı yaşamağımıza bu mane olmamalıdır. Zöhrab, yenə deyirəm, tam razıyam. Sənin açın içinə qiymət verici baxışlarınla Azərbaycan həqiqətləri ilə bağlı. Qarabağ məsələsində mən daimını yazırdım ki, insanlara torpaqları paylamaq lazımdır. Təklif edər, məcbur eləməklə. İndiki kimi də adamları Bakıdan sürüyüb getirməyin ora. Oradakı gəlirlər, evi alırlar, sonra evi bağlıyorlar, qaçırlar, gelirlər yenə Bakıda podvalda yaşayıb işləməyə. Çünki orada iş yoxdur. İnsanlara torpaq payla, kiməsə kreditlər təklif elə, Rusiyadakiləri dəvət etsə, kreditlər də heç lazım deyil. Qoy artıq özləri kənd təsərrüfatını qaldırsınlar. Potensial da var. Potensial da var. Bizim çox elə heç dəvət eləmək. Kür-Araz regionunda böyük bir ərazilər susuzluqdan əziyyət çəkirdilər. Yadımızda da o skandallar ki, adamların
Bəli, bəli, bəli. Həyətdəki heyvanları stuldan ölürdülər. Qarabağda su problemi yoxdur. Getsinlər orada torpaq paylı adamlara. Sadəcə torpaq paylı girin ki, vergilərdən müəyyən bir müddətə azad elə, insanlar özləri hər şey eləyəcəklər. Azərbaycanlılar bacarıqlı xalqdılar. Yəni ki, işləyən xalqdılar bu sahədə. Azərbaycanlılar, ermənilər, hətta bu sahədə biz güclərdən də və Şimali Qafqazlardan fərqlənirik bu sahədə. Yəni ki, ancaq yəni təhlükəsizlik məsələsi ilə ki, mən bircə onunla razı deyiləm ki, bir şey danışmaq istəyirdim, bir hadisəni, bəlkə sən eşitmisən, çünki çox распространенный çox danışılmış bir mövzudur. Gürcüstanla bağlı bir demək istəyirdim. Məşhur Gürcü eksperti Gela Vasadzenin sözləri var idi ki, Saakashvilinin hakimiyyətin son illərində Amerika səfirinin, Gürcüstandakı Amerika səfirinin Bidzina Ivanishvilinin evində hətta daimi ev ayaqqabıları da var idi. Çünki o qədər gedib gəlirdi onun evinə ki. Artıq Amerikalılar stavkanı Bidzina Ivanishvili edirdilər. Yəni ki, bu da onları bel bağlamaq söhbətidir. Bir məsələ var, bilmirəm, anekdot deyə doğru olan söhbətdir. Anastas Mikoyan qonaq gəlir Xruşova. Çıxanda yağış başlayır və Xruşov ona deyir ki, Anastas Ivanoviç, gəlin zontik verim sizə, çətir verim. Deyir ki, yox, mən yağış damlarının arasından keçə-keçə gedə bilərəm. Yəni ki, mən xarici siyasətdə bunun tərəfdarıyam ki, biz bu balaca ölkəyik, yəni ki, Ermənistan üçün biz qorxulu bilərik, Gürcüstan üçün biz şey bilərik, ancaq biz Rusiya ilə İranla sərhəddir, biz onlarla müqayisədə bu çox balaca bir ölkəyik, bu yağış damlarının arasından keçə-keçə gedə bilək və ona görə onları çox, nə Rusiyanı, nə İranı çox qıcıqlandırmağın tərəfdarı deyiləm. Hətta tutaq ki, ordunu gücləndirmək məsələsi. Mən ordunun gücləndirməsindən daha çox onu istəyirəm ki, Azərbaycan arasında bir bomba da düşməsin. Azərbaycan arasında bir güllə də atılmasın. Onun üçün də bu yağış damlarının arasında Təbii ki, məqsəd budur da. Məqsəd budur ki, ölkənin mən demirəm ki, Azərbaycan təbii ki, qonşularımla yenə deyirəm, mümkün qədər yaxşı münasibətləri saxlamalıdır. Bu hökumətin trolları bunu daha çox edirlər, ancaq öz aramızda danışanda da bunu deməliyik ki, tutaq ki, 92-ci ildə Allah rəhmət etsin, qəni-qəni rəhmət etsin, Azərbaycanın Rusiyadakı səfiri vardı, Hikmət Hacıyev, İzvestiya qəzetində müsahibə vermişdir. Azərbaycanın yeni hakimiyyəti... Hikmət Hacızadə. Hacızadə bağışlayın. Və sual vermişlər ona Azərbaycanın yeni siyasi konsepsiyası nə olacaq, yeni hökumətin. Cavab vermişdi ki, biz Rusiyaya qarşı protivəz bir dayaq tapmalıyıq. Bunu hətta Xarici İşlər Naziri deyə bilməz. Azərbaycan Rusiyadakı səfiri bunu deyir. Kim ki borcu... Mən onu eşitməmişəm açığı. Bu hətta haqda Zərbi Şəhzadə də yazmışdı o vaxtda. Ki, belə bir söz demişdi. Tutaq ki, Azərbaycanda dövlət müşaviri, həddən artıq hədini çox istəyirəm, Arif Hacızadə gedib Rusiya nazirlərinin yanında Zakatavada Şeyx Şamilə abidə açıldı. Elçi bəyin Türkiyə parlamentdəki məşhur çıxışını qırağa qoyuruq da. Çıxış edir, ölkənin prezidenti deyir ki, bizim düşmənlərimiz Rusdur, Çindir, Ermənidir, Yunandır. Mən yəni də ki, bunlardan istəyirəm ki, Azərbaycanın heç kimi ilə konflikti olmasın, çalışsın ki, bu yağış damlarının arasından keçə-keçə gedə bilək. Heç kimi də tam kürəyimizə etibar edə bilmərik, hətta yaxın qardaşlarımıza da. Milli azlıqlar məsələsi deyəndə, mən özüm milli azlıqları nümayəndəsiyəm, sən bilirsən, mən tatam. O önləri danışırdıq, demək, Sadat Quliyev var, Deviçe Başnya. Telegram kanalının administratoru, belə çox radikal şeydir, kanaldır və informasiya müharibəsində ermənilərlə çox böyük rol oynamışdı. Onunla danışırıq. Görürəm forumlarda daim ermənilər girib yazırlar ki, sən Kürdsən, sənin bu söhbətlərdə nə işin var? Milliyyətçi Kürddə adam. Mənə yazırlar ki, sən tatsan, biz sizlərə, farslara çox böyük hörmətlə yanaşırıq. Sən niyə bizim Azərbaycan erməni söhbətlərinə girirsən?
Bu bize gülmeli gelir ancak bunların beyninde var da. Yani ki böyle şey buradaki böyle bir remark gibi dedim. Ona göre ya eğer bu neft alveri, bu çirkin oyunlar, Rusya ile münasebetleri normal yok. Rusya'nı çok gıcıklandırmamakla bağlıdırsa, ben başa düşürüm ki tek onunla bağlı değil. Bunlar uğurluyorlar da. Aliyev şahsen uğurluyor bu neft pullarına. Hamı biliriz, bilirik de. Ha, ancak ben buna bir qədər belə yanaşardım. Bir normal da deməzdim, belə bir dözümlü yanaşardım. Sözün düzü. Mən sadəcə bir şeyə əvvəl onun başlayayım ki, bu 92-93 məsələsi bu şişirdilir biraz. Bax məsələn Belarusun rəhbəri Şuşkeviç o Elçibəy kimi danışmırdı ki. Tanıyorum O şakanmış. Yeltsin'in şistörkasıydı adam publik şekilde Yeltsin yəni ki, kabağında mən yalmanırdı. elə demək istəmirəm, amma məsələn o e, yəni Rusiya ilə münasibətləri də saxlayırdı. Həmən o sizin yəni dediyiniz kimi də balansı da saxlayırdı. Amma onu yıxdılar ki. Onu məsələn Ruslar yıkmadı. Yıkmadı. Lukashenko Lukashenko gətirdi. Lukashenkonu Rusiya gətirdi hakimiyyətə. Yok. O cür Yok. Orada parlamentte Lukashenko parlament komisyasının sədriydi Rusya'da karşı. Bu çıkış eləyir, deyir ki, Şuşkeviçi oğurlayıb, ne oğurlayıb? Bir yeşil mismar. Bunu deyir. Şuşkeviç incidi ki, mən mismar oğurlayıram. Parlamentin spikeri, dövlət başı Kebiç idi, başına parlament sokası idi. Şuşkeviç diyor ki, mən istifa veririm. Çıktı gitti. Ha. Kebiç'e de Rusya safkanı Kebiç etmişti ve orada hatta bir meşhur scena var ki Lukashenko seçki qabağı yakınlaşır 9 May bayramında Rusya'nın səfirinə ki valla mən də Ruspərəstəm ki mənə mane olmuyor. Mən də Rusya'nın integrasiyona devam edeceğim. Ruslar safkanı Kebiç etmişti. Orada. indi hər halda e, Şuşkeviç getdi və Lukashenko gəldi. Yəni nəticə ümumi ssenari amma Şuşkeviçə qarşı Rusiyanın belə deyək, o hərbi sənaye potensialının, ordunun, qırının və s. onların münasibət pis idi. Çünki həm Kravçuku, həm Şuşkeviçi onlar SSR-ni dağıdan insanlar kimi görürdülər. Ya, Ona görə Şuşkeviç Belarusiyada e, hakimiyyətdən kənarlaşdırıldı. O biri tərəfdən də Ukraynada da e, Kuçmada Rusiyanın dəstəyi ilə əslində hakimiyyətə gəldi və Kravçuk uduzdu. Yəni bu hər yerdə baş verdi. Yəni hər kəs, hətta Ter-Petrosyan da getməyə məcbur oldu sonrakı illərdə. Ona görə də burada belə deyək də, hətta Heydər Əliyev də gedə bilərdi də. Yəni ki, Heydər Əliyevi də kənarlaşdırıb tam Rusiyanın %100 reseptlərlə oturub duran insanları hakimiyyətə gətirə bilərdilər və buna da cəhd eləyirdilər. Suratyanov, Bəli, Ayaz 94-cü ildə Qalibov. buna cəhd eləyirdilər. Sadəcə olaraq bu alınmadı. Yəni onları Heydər Əliyev də qane eləmirdi. Amma sonra e, bölüşdülər, biçdilər. Barıştılar. Gördülər ki, hə, bu qərb yönlərdənsə bunlar yaxşıdır və başladılar dəstəkləməyə. Yəni ona görə də o dövrlə bağlı biraz manipulyasiya olmadı, SSR dağılmışdı və hamı fikirləşirdi ki, bütün respublikalar, xüsusən də məsələn Azərbaycanın seçki yolla hakimiyyətə gəlmiş insanlar fikirləşirdilər ki, ə, burada geriyə dönüş ola bilməz və Rusiyanın Rusiya əslində Putinlə revanş elədi. Rusiyanın belə bir şansı yox idi. Bir dənə qalmışdı Çeçenistanın əlində. Ona görə də həmən dövrdəki çıxışları o dövrün prizmasından. Çünki
elə qiymətləndirmək lazım. Çünki anti-Rusiya bir cəmiyyət var idi. Anti 20 yanvarı görmüş və s. Qarabağda e, e, bu erməni o terroruna dəstək verən, Xocalını törətmiş. Biz indi deyirik ki, məsələn, e, ermənilər törədib, amma e, 92-ci ildə elə demirdi axı. Biz deyirdik ki, Ruslar idi. Rusiyanın 366-cı alayı və orada bir neçə erməninin adı çəkilirdi və Rusiyanın alayından gedirdi söhbət. Ya da ki, məsələn, Kəlbəcərin işğalı və s. Ona görə də o dövrün prizmasından baxanda nə etsən Rusiyanın maraqlarına toxunmalı idi. Məsələn, Azərbaycan milli valyuta e, çap eləyirdi, bu Rusiyanın maraqlarına zidd idi. Nə bilim, öz e, neftini istəyirdi xaricə satsın, bu da Rusiyanın maraqlarına zidd idi. Çünki əvvəl Rusiya satırdı. Və yaxud da ki, ordu yaradırdı, bu da Rusiyanın maraqlarına zidd idi. Sadəcə olaraq bizim demokratiyanın bəxti Qarabağ məsələsinə görə gətirmədi. Ona görə ki, Ermənistan burada bir alət oldu, Rusiyanın aləti oldu. Məsələn, ermənilər Kəlbəcəri işğal eləməsəydilər, Elçi bəyin hakimiyyəti həmən vaxtı çökməzdi. Bu iki vuruş ikidir. Çünki Elçi bəyin hakimiyyəti məhz Kəlbəcər işğalından sonra özünün o belə deyək, siyasi dayaqlarını itirdi və ondan əvvəl hərbi mövqedə e, daha üstün vəziyyətdə idi və s. Hər şey orada bir qırılma nöqtəsi və o da həmən bu Ermənistanla olan konfliktin nəticəsində baş verdi. Yəni bu ona görə e, mən problemin kökünü də orada görürüm. Amma təbii ki, sonrakı illərdə mümkün idi ki, yenə də hakimiyyətdən gedə bilərdilər, itirə bilərdilər hakimiyyəti. Çünki hər halda Rusiya çalışacaqdır ki, özünün maraqlarına uyğun qüvvələri hakimiyyətə gətirsin. Görürsən də, bu Qırğızstanda nə qədər dəyişdi. Axır neçə inqilabdan sonra axır öz adamları gəldi. Yəni və düzdür, Rusiya böyük oyunçudur ərazidə, coğrafiyada və təsirlərini saxlamağa çalışır və s. Ancaq bu belə müxtəlif oyunlar, Mərkəzi Asiya, bu filan, Çin, bu oyunlarla da bu məsələ bitəsi deyil. İndi e, indi məsələn MDB məsələsi, Moldovada çıxdı. Əslində Moldova orada iştirak eləmirdi. Amma indi yenə deyə bilərlər Azərbaycan. Amma mən inanmıram Azərbaycan MDB-dən çıxacaq. Məsələn, hələ ki yaxın zamanlarda buna bir inamım yoxdur. Ermənistan da Avropa Birliyi deyir, amma oradan da yapışıbdı. Yəni, ona görə də hələ ki o bir format olaraq mümkündür ki, qalsın. Ben öyle bir ki spravka vermek isterdim. Lukashenko Rusya'da niye bağlanıp? Çünkü her seçkilerden qabaq ben 8 yıl işlemişim de orada Rusya jurnalistlikimi, kommersanta müxbiriydim orada. Belarus muhalefeti hamısı Belarus Xalq Cəbhəsindən başqa gedirlər Moskvaya. Seçki qabağı çalışırdılar Rusya'yla danışmağa. Çünkü hamı bilir ki Putin'in Lukashenko'nu gören gözü yok. Səbəb də nədir? 99-cu ildə Lukashenko hesab edirdi ki, Yeltsin varis kimi onu verəcək. Və Ukrayna ilə Belarusla Rusiya birləşəcək və çarda Yeltsindən sonra 99-da hakimiyyəti verdi axı Yeltsində. Lukashenko olacaq varis. Güclü lobbiləri var idi orada. Ən əsas lobbisi də Yeltsin həyat yoldaşı idi, Naina Yeltsin. Saşka deyirdi ona, naş Stanoçik Saşka. Ancaq Lukashenko'nun Rusya'daki əlaqələri nə ilə bağlı idi? Birincisi, Rus kilsəsiyle onun gözəl əlaqələri var.
ve ikincisi Rusya'nın hərbi sanayi kompleksinin gözəl əlaqələri var. Bu da gözəl əlaqələr nə ilə şey olunur? Siyasi məsələ deyil. Bir çox ölkələr var ki, onlara sanksiya qoyulub, Rusiya onlara silah sata bilmir. Silahları Belarus qarşısına satıldı. Belarus elə bil ki, beynəlxalq xuliqandır da. Heç kim ona Rusiyaya deyilən sözü Belarusa demək olmur. Ki, kim deyə Belarus? Ki, həm də ki, Lukashenko aydındır ki, Morozov deyirlər, Azərbaycan nə deyirlər bilmirəm. Baş xarabdır da. Ki, yəni Lukashenko o qədər sanksiyalar var üstündə ki, üstündən yenə sanksiya qoyaq, vecdə deyil. Və bundan Ruslar da qazanırdılar, Belaruslar da qazanırdılar. O cümlədən Azərbaycana bu kör-köynə tankları satmışdılar o vaxtı, Belarusun basitini satmışdılar. Orada korrupsiyon sxemlər var idi. Onda həm Ruslar, həm Belaruslar, həm bizimkilər qazanmışdılar o sxemlərdə. Ki, yəni Lukashenko sevgi boyuna bağlıdır ki, Lukashenko vasitəsilə qazanırlar. Orada onun problemin izindən mən Belarusdan getməli oldum. Burada deməli Rusiyanın əsas Putinin maraqlarına uyğun olan nədir? Pul. Yox, yalnız pul deyil. Burada deməli əsas odur ki, məsələn, Putin Ukraynaya niyə görə hücum elədi? Mənim fikrimcə əsas məsələ odur ki, qonşuda bir demokratik ölkə hansı ki Avropa Birliyinə daxil olmaq istəyir. Bu bir nümunə ola bilər. Burada elə bir qonşuda hakimiyyət dəyişir tez-tez. Burada bir pluralizm. Şeyin də Ukraynanın da əslində çoxlu da rus dilli kanalları var idi bu müharibəyə qədər. Və onlar da Rusiyanın ərazisində də göstərir və s. Və bu elə bir ki, bu nöqteyi nəzərdən bir pis nümunədir. Yəni orada var, bizdə niyə yoxdur? Və Rusiyada da milyardlarla, 100 milyardlarla pul gəlir, amma nə bilim, bomba, raket belə şeylərə düzəltməyə sərf olunur. Rusiya lazımdır ki, ətrafında demokratik ölkə olmasın. Demokratik, Avropaya, NATOya can atan ölkə olmasın. Yəni, burada NATO olmaya da bilər. Məsələn, görürsün, Moldova deyir ki, mənim NATOya daxil olmaq fikrim yoxdur. Amma Rusiya istəyir ki, onu da öz nəzarətində saxlasın, özünün orada bir oyuncaq bir qurumu vasitəsində. Rusiyanı narahat edən budur. Bu əsas məsələdir. Əgər bu problem yoxdursa, qalan məsələləri Lukashenkoya da güzəştə gedir, İlham Əliyevə də gedir, Tokayevə də gedir. O münasibətlərə baxanda, məsələn, çox da bu sosial mediada göstərirlər. Tokayev Putinin yanında başladı Qazaxca danışmağa. Nə olsun? Bu ümumi, bu sadəcə olaraq, belə deyək də, bir Kartinka. cızıqdan bir metr kənara çıxmaqdır. Vəssalam. Əsas odur ki, sən o cızığı sonradan cızığa qayıdırsan. O çərçivənin daxilinə qayıdırsansa, yoxsa, məsələn, Tacikistanın o prezidentinin də Putini tənqid etdiyini görmüşük. Şeyin özünün, Lukashenko özü açıq, gizli, nə bilim, müxtəlif atmacalarla Putinə qarşı. Amma Ticarət müharibəsi olub aralarında. Təbii. Amma axırda nə baş verir? Axırda baş verir ki, bunlar birdir. Əsas odur ki, Azərbaycandakı siyasi sistem Rusiyadakı siyasi sistemin nüsxəsidir. Belarusdakı da odur, Qazaxstandakı da odur. Ona görə nə qədər ki, bu eyni sistemlərdir, Rusiya ilə münasibətlər qalacaq, bütün o qalan problemlər arxa plana keçir. Onlar hamısı elə bir ki, belə deyək də, o deyir, qardaşla qardaşın arasında da problem ola bilər. Dostla dostun arasında da problem ola bilər. Əsas məsələ odur ki, ümumi strateji maraqlar eynidir. Nə baxımdan strateji? Ki, bu avtoritar coğrafiyanı saxlamaq və Avropa Birliyini bura buraxmamaq, NATO-nu bura buraxmamaq
və burada razılıqdan kənar demokratik institutlar və s. bunlara imkan verməmək. Azərbaycanda demokratik institutların məhv olunmasının həmişə sifarişi Rusiyadan gəlir. 2003-cü ilin seçkilərində də, 2005-ci ilin seçkilərində də, vətəndaş cəmiyyətinin məhv olunmasında da, dağıdılmasında da, hamısının sifarişi Rusiyadan gəlir. Bu günə kimi həmin sifarişlər davam edir və Sifarişsiz də hamısını özləri girdilər də. xeyr, bəzən sifariş gəlir. Razılaşırlar. Bu ilin sentyabrında, oktyabrında hansı razılaşmalar əldə olundu? Keçən il hansı razılaşma? 2021-ci ildə, 22-ci ildə Rusiyanın Ukraynaya hücumundan qabaq hansı razılaşmalar əldə olunmuşdu? Əsas məsələ budur. İndi bəziləri deyir ki, Azərbaycan Trampla, ABŞ administrasiyası ilə münasibətlər qurur. Buna icazə verilir. Çünki Rusiyanın özü Trump administrasiyası ilə danışıqların içindədir. Müxtəlif aralarında dialoq var, hansısa açıq, gizli, müəmmalı, müəmmasız münasibətlər var. Ona görə də Azərbaycana da belə bir imkan, belə deyək, bunun qarşısı alınmır. Bu da razılaşmanın həmən o avtoritar coğrafiyanın qorunması və s. Onun çərçivəsində baş verən məsələlərdir. Yəni, Zaten biraz anda baktım. yəni ki, yəni indi biz hətta belə deyək də, bu coğrafiya təsiri, bizim coğrafiya təsiri Rusiyanı azalda bilər. Amma hələ ki, Ermənistanla onun təsiri var və Ermənistan müxalifəti, hansı ki, Rusiyanın tam nəzarətindədir, onlar da hakimiyyətə can atır və qarşıda da Paşinyanı sınaqlar gözləyir. O sınaqlardan necə çıxacaq? Və yəni ki, simvolik olaraq hətta Qafqazda bir dənə ölkə qərb yönlü də ola bilər. Amma təbii ki, Gürcüstan olmadan Ermənistanın Avropa Birliyinə üzv olmaq şansı varmı? Yok. Yəni bu coğrafiya bir yerdə daxil ola bilər də. Bu daha çox bir yerdə üçü. Çünki əks halda bilirsən nə baş verəcək? Məsələn, tutaq ki, Gürcüstan Avropa Birliyinə daxil oldu. Azərbaycan yox, belə deyək. Azərbaycanlılar Gürcüstana gedəndə buna viza lazımdır. Buna artıq viza lazım olacaq. O cümlədən Ermənistana viza lazım. Ona görə bu coğrafiya, bu birlikdə. Ona görə burada Gürcüstan qabağa qaçdı, təkcə Ermənistan qabağa qaçdı. Bundan bir şey çıxmayacaq. Və burada əsas lokomotiv də Azərbaycan ola bilər. Bu Avropa Birliyi olsa belə Nağıl kimi gelir Cənubi indi. yox, Bu məsəl həqiqətlərdir. üçün deyirik də, misal üçün. Bu coğrafiya Avropa Birliyi olsa belə Azərbaycansız onun belə bir şansı yoxdur. Çünki resurslar, daha çox iqtisadi resurslar və s. bunlar Azərbaycandadır. Ona görə də bu coğrafiya bütövlükdə ola bilər. Avropa Birliyi olmasın, heç olmasa sadəcə olaraq Avropa Birliyi ilə o qonşuluq siyasətinin içində, hansı ki, dünənə kimi indinin özündə Moldovanın münasibətdə olduğu o qonşuluq siyasətidir. Başqa ölkələr də var. O qonşuluq hətta Türkiyə səviyyəsində də ola bilər də bu. Azad viza olur, yəni daha yüngül şərtlərlə viza olur, geniş, dərin iqtisadi münasibətlər olur və əsas odur ki, islahatlar olur. Okey dostlar. Bu Echo Baku'nun növbəti layihəsidir. Eksperiment kimi çalışdıq Azərbaycan dilində eləməyə. Mən öz Azərbaycan dilimə görə
bildiğim seviyeye göre özür istəyirəm. Hamıdan Zöhrab səndən də baxacaq adamlardan. Çox çox yaxşı danışırsan və davam eləmək lazımdır. İnşallah. Zöhrabla mən 30 ildən çoxdur da tanışıq. Mən biləndə. Bəli. 30 var 100%. Azadlıq qəzetində sən iqtisadi şöbənin müdiri idin onda. Xətrini çox yaxın dostum kimi istəyirəm. Ancaq Dost. hətta yaxın qardaşlar arasında da fikir ayrılığı olur. Bir məsələ var, onu bir neçə mövzuda deyirlər. Və deyirlər ki, tutaq ki, 2 jurnalist olan yerdə 3 dənə mövqe var. Ki, çox az hallarda bizim mövqelərimiz tam seçilir ki, 2 jurnalistin 2 ekspert deyin, ya da ki, 1 jurnalistin 1 ekspert deyin. Həm də ki, biz bir batalyon əskər deyilik ki, bir sıradan marşla gedirik. Biz ikimiz də Zöhrabla mən də Azərbaycan Demokratik Qüvvələrinin tərkib hissəsiyik və bu demokratik qüvvələrin tərkib hissəsi olmağı fikir ayrılıqlarını legitimləşdirir. Yəni biz tutaq ki, Əliyev propagandasının izləri olsaydıq, təbii mövqelərimiz üst-üstə. Hətta onlarda da olur fikir ayrılıqları, ancaq bunu nümayiş etdirmirlər bunu çox. Zöhrab, çox sağ ol bu diyalogu üçün. Çox sağ ol. Hətta artıq təşəkkür edirəm. Və arzu edirəm hamımıza başımız üzərində sülhli bir göy olsun ki, Azərbaycanın başı üzərində. Və hamına bu ağır vəziyyətdə möhkəm sağlamlıq arzulayıram. Zöhrab, bir daha təşəkkür edirəm. Çox sağ ol. Sağ ol.